Salam əziz şagirdlər. Bugün sizlərlə bir yerdə fonetikanın birinci bölməsi olan saitlərin izahına baxacağıq. Deməli, birinci sualda deyir, hansı cərgədəki sözlərdə uzun tələffüz olunan sait vardır? Bilirik ki, uzanmanı qoşan nöqtə ilə göstəririk. A variantında ekran sözünün uzanma yoxdur. B variantında əbədi sözündə uzanma yoxdur deyib bütün variantı silirik. C variantında ədavət A uzanır, ərazi A uzanır, ədalı A uzanır, əlavə A uzanır. Deməli, cavabımız C variantıdır. D variantında əmi qızı, əmi oğlu, əməkdar, əməkdaş heç birinin uzanma yoxdur. E variantında da ertə sözünün uzanma yoxdur. Cavabımız olacaq C variantı. İkinci suala baxaq. Sözlərdən hansında uzun tələffüz olunan iki sait vardır? Yadınızda saxlayın. Sonu namə, anə, yanə şəkilçiləri ilə bitən sözlərdə əsasən 2 dənə uzanma olur. Ona görə alacaq Y variantı, tərifnamə. İkinci suala baxdıq, üçüncü suala baxaq. Hansı sözlərdə uzun tələffüz olunan sait var? Malikdə var, malik 1'i götürürük. 1 olmayan variantlar D, Y variantlardır. Çıxırıq bunları. Rütubət 2 var. Deməli, qaldı B variantı. Yenə də baxaq. Malik, rütubət, füzuli, təbii. Deməli, cavabımız B variantıdır. Dördüncü sual. Hansı sözdə uzun tələffüz olunan sait işlənmişdir? Baxan kimi görürük. Nümunə sözündə O saiti uzun tələffüz olunur. C variantıdır. Beşinci sual. Hansı sözdə uzun tələffüz olunan sait işlənmişdir? Yaxınlaşdıraq. Deməli, baxan kimi görürük ki, xəzinə sözündə uzanma var. A variantıdır. Altıncı sual. Sözlərdən birində uzun sait ikinci hecadadır. Bu cür sözləri də, yəni ki, tələffüz eləmək lazımdır. Heyrə tamiz üçüncü hecadadır. Sima birinci hecadadır. Yadigar birinci hecadadır, amma bizdən ikinci heca istəyir. Cadugar birinci hecadadır. Kimyager, baxın, A saiti uzandı. Deməli, cavabımız Y variantı. 7-ci sual. Uzun saitli sözlər cərgəsini müəyyən edin. Uzun saitli sözləri istəyirsə, mütləq uzanmayanları atmalıyıq. Mirvari, səmimi, nativan elə A variantıdır. İfadə, kitabxana sözünün uzanma yoxdur deyə B getdi. Çınar sözünün uzanma yoxdur deyə C getdi. Rahat sözünün uzanma yoxdur deyə D getdi. Stat sözündə təlim, sabun sözünün uzanma yoxdur deyə E getdi. Cavabımız A variantı.